Qeyri-orijinal ehtiyat hissələri ilə bağlı həmişə müzakirələr gedir ki, bunu orijinaldan necə seçək? Biz Toyota diler mərkəzlərindən birindəyik və burada da bir lövhədə bu ehtiyat hissələri nümayiş olunur. İkisi də Toyota logosu ilə də yağ filtridir, görürsünüz. Bu orijinaldır. Bu isə qeyri-orijinaldır. Sadəcə bunu müəyyənləşdirmək çox çətindir. Çünki eyni qutuda, eyni qablaşdırmada satılır və fərqi tapmaq da çox çətin olur. Ona görə bu məsələ ilə hüquqi formada mübarizə aparmaq lazımdır. Bu da əyləc qəlibləridir. Sonra benzin nasosu filtri. Benzin filtridir, qeyri-orijinaldır. Bu görürsünüz ucunda qırmızı çıxıntılar var. Burada isə tamam fərqlidir. Orijinalı çox fərqlidir. Başlıqları fərqlidir. Üstündə sarı rəngdə bir holoqramı var. Yəni belə bir fərq var və bu hava filtri ilə bağlı isə rəngdə seçim edə bilirik. Bax bu qeyri-orijinaldır, bir solğun bir rəngi var. Orijinalda isə tam olaraq yaşıla çalan bir forma var. Sadəcə doğrudan da bunları bir-birindən ayırt etmək çox çətindir. Nəzərə almaq lazımdır ki, Toyota hal-hazırda qlobal şəkildə bu məsələ ilə mübarizə aparmağa çalışır. Çünki bir brendin adından saxta məhsullar, qeyri-orijinal məhsullar bazara daxil olur. Azərbaycanda əqli mülkiyyət agentliyi var və Toyota rəsmi qaydada bu prosesi keçib və yalnız bu qablaşdırmada Toyota adından ehtiyat hissələrini satmaq hüququ Toyotanın özündədir. Amma indi bu bazara da bu məhsullar daxil olur və artıq bir neçə dəfə tutulub, məhkəməyə verilib. Toyota artıq beynəlxalq səviyyədə bununla mübarizə aparır ki, onun adından, onun logosu altında heç bir ehtiyat hissəsi satılmasın. Çünki müştərilərdə inamsızlıq yaradır bu və yaxud da avtomobildə hər hansı bir texniki problem yarada bilər. Deyək ki, əyləc qəlibləri. Bu əyləc qəliblərinin tərkibində o qədər maraqlı kristallar, elementlər var ki, onların yeyilmə prosesi ətraf mühitə ziyan vurur. Amma qeyri-orijinalın yeyilmə prosesi həm ətraf mühitə ziyandır, həm avtomobilin özünə, həm də tormuz məsafəsinə. Bunu mən Toyotanın özünün rəsmi saytında video materiallardan izləmişəm ki, əslində proses necə baş verməlidir? Yəni əyləc qəlibləri necə yeyilməlidir? Normal yeyilmə və anormal yeyilmə. Və bu qeyri-orijinal mallar anormal yeyilmənin nəticəsidir ki, biz bəzi mağazalardan yenə də orijinal adı ilə bunu alırıq, amma baxırıq ki, əslində orijinal deyil. Məsələn, gedirik mağazaya, çıxardırıq 3 dənə eyni qutuda, baxırsınız qutu üstündə Toyota logosu falan, qoyur deyir ki, bu firma malıdır, bu sex malıdır, bu da orijinaldır. Biz seçə bilmirik də bu necə seçilməlidir, nə bilək orijinaldır. Bax, bunun orijinalını ya gəlib servisdən almalıyıq, ya da ki, vicdanlı satıcıdan almalıyıq ki, həqiqətən bizə orijinal mal mı təqdim etdi, yoxsa elə hansısa bir kopyanı qoyub qutuya və yalandan deyir ki, bu orijinaldır, bu belədir, bu belədir. Bəlkə də çevirib üçünü qarışdırıb desən ki, indi bunun hansı orijinaldır, heç həmənkini deməyəcək, başqasını deyəcək. Ona görə biz çox aldanırıq, müştəri olaraq, sürücü olaraq, avtomobil sahibi olaraq. Avtomobilimizə nə qədər ziyan dəyir. Əslində, orijinal əyləc qəlibləri ilə biz neçə kilometr məsafə qət etməliydik. Amma baxırıq ki, tez bir zamanda yeyildi və yaxud da gec yeyilir. Çünki elə bir mənşəyi məlum olmayan materialdan hazırlanır ki, ümumiyyətlə yeyilməyə məruz qalmır və nəticədə vurur bu çarxı, aporno dediyimiz o sistemi sıradan çıxardır. Yonulmaya məruz qoyur, üstünə iz salır. Nəticədə nə baş verir? Tormuz veririk. Deyək ki, 5 metrdə dayanmalı olan maşın 15 metrdə dayanır. Ona görə bu məsələ ilə hesab edirəm ki, dövlət səviyyəsində mübarizə aparmaq lazımdır ki, bu saxta ehtiyat hissələri bazara gəlməsin. Və yaxud da qeyri-orijinaldırsa, saxta deməyək, deyək qeyri-orijinaldırsa, qeyri-orijinal qutusunda satılsın da, yəni Toyota logosu altında mənə bunu niyə versin? Ki, versin ki, qardaş, bax, bunun orijinalı budur, qeyri-orijinalı budur. Mən də pulum ona çatanda bilim ki, qeyri-orijinal mal almışam. Və yaxud da gedib biraz da əziyyət çəkib, zəhmət çəkib, pul qazanıb, gəlib orijinalını alaram ki, qoy mənim maşınımda orijinal olsun, qeyri-orijinalını istəmirəm. Amma qutu ən azından fərqlənməlidir. Baxın, görün, bütün məhsulların orijinal adı ilə qutusu artıq müəyyənləşdirilib və o qutu qablaşdırmada da satılır.